həmişə olduğu kimi bu dəfə də yığışmışıq Dünya Azərbaycanlıların Həmrəyliyi gününün və yeni təqvim ilinin dəyişilməsi gününü qeyd edirik. Bu münasibətlə başda şəhid ailələrimiz, qazilərimiz, müharibə veteranlarımız olmaqla bütün Azərbaycan xalqını bu bayramlar münasibətilə təbrik edirəm. Allah'tan hər birinizə can sağlığı, bol ruzu, bərəkət arzulayırım. Yeni ildə hər birimizə uğurlar, əsası can sağlığı və problemsiz həyat arzulayırım. Hər biriniz sevimlisiniz, əzizsiniz, doğmasınız. Daha da güzel işler görecektir. Her şey yanacaktır. Naxçıvanlılar hamımız həmgevliyi. Hərəsində Naxçıvanın bir damcı sağlığı var. İnsanlar əlbəttə müxtəlifdir. Adam var hər gün özünə hesabat verir. Adam var heç vaxt hesabat verir. Oyunlar sənə sağlıqlar. Onlara ümumilikdə biz Azərbaycanlı. Beləliklə də Dünya Azərbaycanlıların Həmrəyliyi günü və yeni təqvim ilinin dəyişilməsi münasibəti ilə keçirdiyimiz tədbir sona çatır.